Belə bir üçbucaq sualı verilib. Sualda ABC üçbucağında M-in orta xəttir. Gəlin ilk öncə bu üçbucağı burada təsvir eləyək. Fərz edək ki, bu üçbucaq bizdə belə bir üçbucaqdır. Və buradan BN xətti çəkilib. BN. Burası C. Daha sonra qeyd edilib ki, M-in nədir bizdə? Orta xəttir və burada A-dır. C bucağını da bizə verib 50 dərəcə. Bizdən MNB-ni tələb edir. Baxın, bu bucağı bizdən tələb edir. Mən nə edirəm? AM M-inə bərabər olduğundan şərtdə qeyd edilib. AM-ə bir A deyirəm. M-inə də bir A deyirəm. Çünki hər ikisi bir-birinə bərabərdir. Daha sonra nə edirəm? M-in orta xətti olduğundan onda BC-nin yarısına bərabərdir. Yəni 2A-ya bərabərdir. Digər tərəfdən də bilirəm ki, M-in orta xətti isə üçbucağın yan tərəfini, yəni AB tərəfini 2 bərabər hissəyə. Bura A-dırsa, burada A deyərəm. 2 bərabər hissəyə ayrılır. O zaman bu tərəf 2A olar. Bu tərəfi də 2A tapmışam. Bu üçbucaq nədir bizdə? Bərabər yanlı üçbucaqdır. Onda bir bucağa oturacağı biçik 50 isə, burada 50 dərəcəyə bərabərdir. Əgər bura 50 isə, burada 50 dərəcədir. Niyə? Çünki AM-in, baxın, AM-in bu üçbucağı bizdə nədir? Bərabər yanlıdır. Yan tərəflər A və A-dırsa, oturacağı bitişik bucaqlar da bərabər olmalıdır. Digər tərəfdən burada nə edə bilərəm? Bizə qeyd edilir ki, M-in orta xəttir. O zaman eyni ilə AB kimi AC tərəfi də B və B şəkili 2 bərabər hissəyə ayrılır. Onda mən deyə bilərəm ki, BN bizdə təpədən AC oturacağına çəkilən nədir? Mediandır. Niyə? Çünki AN NC-yə bərabərdir. O zaman bu üçbucağın bərabər yanlı üçbucaq olduğundan BN eyni zamanda median olduğundan tənbölən və hündürlükdür. Hündürlüksə, mən bu BN-im AC-yə nədir? Perpendikulyardır. Onda bu bucaq 90-dırsa, bu balaca hissə 50 isə, yerdə bu hissə nə qalır? 40 dərəcə qalır. Bizdən də elə onu tələb eləyir. Cavab olar 40 dərəcə.